Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Değerli, kıymetli kardeşler, hürmetli cemaat. Alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allah'a ki, Allah Teala bizleri Allah Nebisi Muhammed sallallahu aleyhi ve sellemin sünnesini öğrenmeye, onun şərafətli hədislərin oxumağa müvəffəq edir. Həqiqətən də böyük xoşbəxtçilikdir. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin sünnesini oxumaq, əzbərləyib başa düşmək, başqalarına öyrədib çatdırmaq. Allah Nebisi Muhammed sallallahu aleyhi ve sellem bir hədisində buyurur: "Naddarallahu imra'an semi'a maqalati feva'aha fe'addaha kema semi'aha." Allah Teala məndən bir hədis eşidib, onu əzbərləyib, başa düşüb və başqalarına öyrədən şəxsin qiyamət günü üzün ağ etsin. Bizlər həqiqətən də bu nemətə görə Allaha şükr etməliyik. Allahım bizə İslam və sünnə neməti bəxş etmisən. İslam neməti ən əsasdır, işin başıdır. Ra'sul əmri əl-İslam. İşin başı İslam dinidir. Lakin ən çox müvəffəq olanlar, ən çox haqqa, xeyrə çatanlar məhz sünnə ilə əməl edənlərdir. Şeyxülislam İbn-i Teymiyyə rahiməhullah buyurur ki, İslam dini bütün dinlər arasında ən orta, ən qərib dindir. Əhl-i sünnə vəl cəmaat da İslamdakı firqələr, cəmaatlar içərisində ən orta, ən qərib cəmaatdır. Hafiz Ən-Nəvavi rahiməhullahın 40 hədis kitabını uca Allahın müvəffəqiyyəti ilə oxumağa davam edirik. Bugün inşallah 24-cü hədisi Allahın köməkliyi ilə tamamlayırıq. Əzəmətli hədis, içərisində çoxlu xeyirlərin, faydaların olduğu hədis, salih sələflərin ən çox hörmətlə yanaşdığı, qədrin, qiymətin ən uca tutduğu hədislərdən biri. Belə ki, bu hədisi oxuyan zaman ehtiyatla, qorxaraq oxuyardılar. Çünki bu hədis insan üçün dünyada və axirətdə xoşbəxt necə olmaq lazımdır, əhatə edir içərisində. Mənası çox rahat və dəqiqdir. Başa düşməkdə heç bir çətinlik, yorğunluq, ehtiyac yoxdur. Elə bir hədisdir ki, bu hədisi həm oxumuş alimlər başa düşür, həm də sıravi ümumi cəmaat başa düşür. Allah Teala'nın bəndələri üzərində olan hüccətidir. Alimlərdən Əbu İdris Əl-Xavlani rahiməhullah bu hədisi oxuyan zaman dizlərinin üzərinə çökərdi. Bu hədisi oxuyub qiraət edən zaman dizlərinin üzərinə çökərdi. Hicrət evinin imamı İmam Malik rahiməhullah bu hədisi oxuyub tədris etməyə başlamamışdan qabaq özünü neçə gün hazırlayardı. Əzəmətli hədisdir. Əbu Zər Əl-Ğifari radiyallahu anhunun Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemlə Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin də uca Rəbbi Allah'tan rəvayət etdiyi hədis. Uca Allah buyurur: "Ey mənim qullarım, həqiqətən də mən zülmü özümə haram etdim. Onu sizin aranızda da haram etdim.
Elə isə bir-birinizə zülm etməyin. Ey mənim qullarım, mənim hidayət etdiklərimdən başqa sizin hamınız azğınlıq və zələt içərisindəsiniz. Elə isə məndən sizi hidayət etməmi istəyin, mən də sizi hidayət edim. Ey mənim qullarım, mənim yedirdiklərimdən başqa sizin hamınız açsınız. Elə isə məndən sizi yedirtməmi istəyin, mən də sizi yedirdim. Ey mənim qullarım, mənim geyindirdiklərimdən başqa sizin hamınız paltarsızsınız. Elə isə məndən sizi geyindirməyimi istəyin, mən də sizi geyindirim. Ey mənim qullarım, siz həqiqətən də gecə və gündüz günahlar edirsiniz. Mən də günahların hamısını bağışlayıb əff edənəm. Məndən günahlarınızın bağışlanmağını istəyin, mən də sizi bağışlayım. Ey mənim qullarım, siz mənə zərər verə bilməzsiniz. Zərəriniz mənə heç çatmazdır. Siz mənə fayda verə bilməzsiniz. Faydanız mənə heç çatmazdır. Ey mənim qullarım, sizin əvvəlinciləriniz və axırıncılarınız, insanlar və cinlər, aranızdakı ən əməli salih kişinin qəlbi kimi olsa belə, bu mənim mülkümdən heç nə artırmaz. Ey mənim qullarım, sizin əvvəlinciləriniz və axırıncılarınız, insanlar və cinlər, aranızdakı ən günahkar kişi kimi olsa belə, bu mənim mülkümdən heç nəyi azaltmaz. Ey mənim qullarım, sizin əvvəlinciləriniz və axırıncılarınız, insanlar və cinlər, hündür bir yerin üzərində dayansalar, hamısı mənə dua edib məndən istəsə, mən də onların hamısının istədiyini onlara versəm, bu mənim mülkümdən iynə dənizə batanda nə qədər su ilə qaydırsa, o qədər azaldır. Yəni, heç nə azaltmaz. Ey mənim qullarım, baxın, bunlar sizin əməllərinizdir. Mən onu sizin üçün qoruyub saxladım. Sonra qiyamət günü buna görə haqq hesab olunacaqsınız. Artıq bundan sonra kim xeyir tapsa Allaha həmd etsin. Kimin də qabağına xeyirdən savayı nəsə çıxsa, özündən başqa heç kimi qınamasın buyurur. Allah Subhanahu və Teala bizlərə bu əzəmətli qudsi hədisdə, əlbəttə bizlər bu hədisin artıq böyük hissəsini şərh etdik, tamamladıq. Artıq bugün axırıncı bu hədis haqqında olan dərsimizdir. Allah Teala buyurur, ey mənim qullarım, bunlar sizin əməllərinizdir. Mən əməllərinizi sizin üçün qoruyub saxladım. Sonra buna görə siz haqq hesab olunacaqsınız. Yəni, əziz cəmaət, bizim əməllərimizdən savayı heç nəyimiz yoxdur. İnnəmə hiyə ə'məlukum. Yalnız bunlar sizin əməllərinizdir. Yəni, etmiş olduğunuz işlər, istər xeyir olsun, istər şər olsun. Aləmlərin Rəbbi olan uca Allah heç kəsə əməlindən qeyri şey ilə imtihan etməz. Etmədiyi şeyə görə, danışmadığı sözə görə Allah Subhanahu və Teala heç kimi qınamaz və ona mükafat və ya cəza verməz. Belə ki, Allah Subhanahu və Teala kafiri nemətləndirir, mükafatlandırmaz. Mümini əzab çəkdirib, ona əziyyət etməz. Allaha bu yaraşmaz. Onun ucalığına, onun böyüklüyünə, onun rəbliyinə bu yaraşmaz. Əksinə o, hər bir şeyi öz yerinə qoyur. İman gətirib, salih əməl edənləri mükafatlandırıb təqdir edir. İnkar edib, asi olanları isə əzaba çəkdirib, bəlaya düçar edir. Allah Teala öz rəhməti və fəziləti ilə mükafatlandırır, öz ədaləti ilə isə haqq hesaba çəkir. İnnəmə hiyə ə'məlukum. Bunlar sizin əməllərinizdir. Bu hədis dəlildir ki, mükafat və cəzalandırılma ancaq insanın əməlinə görə olacaqdır. Belə ki, Allah Teala
heç kəsi tutmuş olduğu vəzifəsinə görə, adına, sanına görə, valideyninə görə, qiymətli olan digər şeyə görə mükafatlandırıb onu təqdir etməyəcəkdir. Sən filanca ailədənsən, hörmətli ailədir, filan əməli salih kişinin oğlusan, filan şəhərdə yaşayırsan, orada ibadət edənlər çoxdur, filan məqamın, mövqeyin sahibisən, ona görə sənə bugün mükafat olunacaq. Belə qayda yoxdur. Tam əksi də bura keçərlidir. Yəni, sən filankəs günahkar ailədənsən deyə, günahkarlar olan yerdə yaşayırsan deyə sənə də günah var. Sən də əzab çəkəcəksən deyə bir qayda yoxdur. Hamı əməllərinə görə. İnsan abid, ibadət edən ailədə böyüyüb, amma Allaha asi olsa və ya cəmiyyətdə böyüyüb, Allaha asi olsa, o asiliyinin əvəzində əzab görəcəkdir. Tam əksi isə, insan asi, günahkar bir cəmiyyətdə, ailədə böyüyüb, ibadət itaat edən olsa, ona xeyr, bərəkət, mükafatlar vardır. Allah Teala buyurur, İnne akramakum indallahi etqakum. Həqiqətən də sizin Allah yanında ən hörmətliniz Allahdan ən çox qorxarınızdır. Demək, Allah yanında üstünlük, dərəcə, məqam təqvaya görədir. Allahın əmirlərini yerinə yetirib, qadağalarından çəkinməyə görə. İnsan bununla Allahın rəhmətini qazanır, onun sevgisini qazanır və Allah yanında hörmətli olur. Allah subhanahu və teala buyurur, وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ. Siz yalnız etmiş olduğunuz əməllərə görə mükafatlandırılacaqsınız. Yəni, yaxşı iş görmüsənsə, yaxşı mükafat, pis iş görmüsənsə, əzab və cəza. Allah Teala buyurur, اُحْسِيهَ لَكُمْ. Əməllərinizi sizin üçün saxladım. Baxın, Allahın bizə olan rəhmətinə baxın, bizə olan fəzilətinə baxın. Allah Teala bəndə nə əməl edirsə etsin, onu qoruyur, onu saxlayır, onu mühafizə edir. Mələklər vasitəsilə bu əməllər yazılır. Kiramən kətibin. Hörmətli katib mələklər. Sənin etmiş olduğun əməlləri yazırlar. Sonra Allah Teala Əl-Həfəvətul Mələikə. Əlavə mələklər var. İnsanın əməllərini qoruyub mühafizə edir. Onlar üçün də mələklər var. Məhz bu mələklər vasitəsilə insanın əməlləri qorunub saxlanır. Allahın bizə olan rəhmətidir. Etmiş olduğumuz xeyir əməl həm yazılır dərhal, bunun üçün mələklər var, həm də qorunur dərhal, zay olunmur. Bunun üçün də mələklər vardır. Allahın fəziləti və lütfü ilədir, rəhməti ilədir. Yoxsa ki, Allah Teala'nın insanların əməllərinə ehtiyacı yoxdur. İnsanların etmiş olduğu salih işlərə ehtiyacı yoxdur. Allahın mülkünə bu heç artırmır. Əksinə insanların ehtiyacı var. Və Allah Teala da onların əməllərin, yaxşı işlərin qoruyur, saxlayır, yazır, qeyd edir və zay edib puç etmir. Uca Allah buyurur, İnnə lə nudi'u əcrə mən əhsənə əmələ. Həqiqətən də biz yaxşı əməl edənlərin əməllərin zay edib batırmırıq. Kəhf surəsi 30-cu ayə. Allah Teala Yusuf surəsi 56-cı ayədə buyurur, Və lə nudi'u əcrəl muhsinинə. Biz yaxşı əməl sahiblərinin əməllərini zay etmirik. Allah Teala Əl-Bəqara surəsi 143-cü ayədə buyurur, وَمَا كَانَ اللّٰهُ لِيُضِيعَ إِيمَانَكُمْ. Allah Teala sizin imanlarınızı zay etməz, puça çıxartmaz. Hamısını Allah Teala sən bir xeyir iş görən zaman, bir xeyir əməl edən zaman dərhal yazılır, qat-qat mükafat verilir, mələklər də onu qoruyub saxlayırlar. Bunlar Bəni Adəmin əməlləridir. Heç biri Allah Teala'dan gizli qalmır. Buna baxmayaraq yazılır, mələklər yazırlar, qeyd edirlər. Əgər xeyir iş görübsə xeyri, şər iş görübsə Allah qorusun şəri. Amma qiyamət günü dəyərli cəmaət səhifələrdə, əməl dəftərində bütün insanın etmiş olduğu əməlləri, danışmış olduğu sözləri ona təqdim
olacaqdır. Buna görə haqq hesab olunacaqlar. Haqq hesaba tabi tutulacaqlar. Bu onu göstərir ki, insan başlı başına deyil. İnsan necə gəldi, yaranıb elə buraxılmayıb. Yesin, içsin, nə gəldi əməlləsin, nə gəldi danışsın, necə gəldi yaşasın, xeyr. Allah Teala səni yaratdığı vaxtdan etibarən qoruyur, saxlayır, mühafizə edir. Həddi buluq yaşa çatırsan, əməllərin yazılır, əməllərin qorunur, saxlanır, hamısı. Bu onu göstərir ki, insan zənn eləməsin ki, o başlı başınadır. Yəni, inkar etsin, fasiqlik etsin, həddi aşsın, xeyr. Uca Allah buyurur, İnna Allah la yazlimu mithqale zərrə. Allah Teala zərrə qədər zülm etməz. Və in teku hasanatan yudaifha və yu'ti min ladunhu ecran azima. Əgər sənin etmiş olduğun yaxşılıq bir dənə balaca şey olsa belə, Allah Teala ona çoxlu, misli artırır və buna görə öz tərəfindən savablar verir. Hamısı qardaşlarım bizə Allah Teala'nın rəhmətini göstərir. Uca Allah buyurur, Mən cəə bil həsənəti fələhu əşrə əmthəlihə. Kim bir yaxşı əməllə gəlsə, ona əməlinin 10 mükafatı verilir. Yaxşı əməlin mükafatı Allah Subhanahu 10 qatından başlayır, ta 700 qatına qədər istədiyinə daha çox artırır. Amma kim bir pis iş görsə, sadəcə o pisliyi yazılır. Sonra Allah Subhanahu buyurur ki, ثُمَّ اُوَفِّيكُمْ اِيَّاهَا. Ne zaman? Qiyamət günü. Sonra etmiş olduğunuz bu əməllər, hansı ki sizin üçün qorumuşdum, saxlamışdım, yazmışdım, mələklər bunu etmişdilər, qiyamət günü sizə təqdim olunacaq. Buna görə haqq hesab olunacaqsınız. Kim xeyir iş görübsə xeyir tapacaq, Allah qorusun şər iş görübsə şər tapacaqdır. يُوَفَّى عَمَلُهُ لَا يُضِيعُ مِنْهُ شَيْءٌ. Allah Teala buyurur, وَوُدِعَ الْكِتَابُ. Kitab qoyulacaq. فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ. O günahkarlar, o şəxslər orada etmiş olduğu əməllərin görəcəklər. وَيَقُولُونَ يَا وَيْلَنَا يَا وَيْلَتَنَا مَا لِهَذَا الْكِتَابِ. Deyəcəklər ki, vay olsun bizə, bu kitab nədir? Yəni, bu kitab mələklərin yazıb qoruduğu kitab idi. لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا. Bu kitabda nə kiçik balaca bir əməl, nə də böyük bir, heç nə yaddan çıxartmayıb. Hamısı var imiş ki burada. İnsan dünyada etmiş olduğu ən böyük əməlindən tutmuş, ən sıqqılı xırda əməl, hamısı orada var. وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا. Etmiş olduqları əməlin orada hazır görəcəklər. وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا. Sənin Rəbbin heç kimə zülüm edən deyildir. Allah Teala El-Mücadele suresinde buyurur, Ehsahallahu ve nesuhu. Allah Teala onların əməllərin hesap etti, yazdı, qeyd etdi, amma onlar onu unutmuşdular. Onlar onu unutmuşlar. Değerli kardeşlerim, çok əzəmətli bir ayədir. Mücadele suresi 6. ayə. Ehsahullahu. Allah Teala onu yazmıştı, qeyd eləmiş, saxlamıştı. Ve nesuhu. Halbuki onlar onu unutmuşdular. Yani ente tensahu. Sen unutarsan əməlini, dediğinin sözü. وَلَا كَأَنَّكَ فَعَلْتَ شَيْئًا. Sen sanki hiç onu etmemişsin. وَلَكِنَّ هُوَ مُدَوَّنٌ عَلَيْكَ وَسَتُوَاجِهُهُ يَوْمَ الْقِيَامَةِ. Lakin etmiş olduğunu, yadından çıxmış olduğun söz, əməl senin için yazılıb, qeyd olunub və qiyamət günü ona qarşılaşacaqsan. فَتَنَبَّهْ لِنَفْسِكَ. Ona görə də öz nəfsinə fikir ver, diqqətli ol. وَلَا تُغَامِرْ. Həddə aşma, qurura qapılma. وَلَا تُخَاطِرْ بِهَا. لَا تَظُنْ أَنَّكَ مَغْفُولٌ عَنْكَ. Elə fikirləşmə ki, sən yaddan çıxmısan, heç kimsəyə baxmır, sən nə danışırsan, bu qədər 10 milyard insan var. Mən kimin yadına düşəmi, mənim əməllərim, sözüm və s. yazılsın. لَا تَظُنْ أَنَّمَا مِنْ أَحَدٍ يَتَمَكَّنُ مِنْكَ. Və elə başa düşmə ki, yəni, heç kim istər içi sən qarışıq,
Allahın nəzarətindən, Allahın elmindən qırağa çıxan deyildir. Bəl əntə təhtə nəzarullahi subhanahu və teala la təxfə aleyh. Bil ki, sən Allahın nəzarəti altındasan. Ondan gizlə deyilsən. Və əntə muraqibun anil yemini və anil şimali. Sən həm sağdan, həm də soldan izlənirsən. Təkcə sağdan yox, təkcə soldan yox, həm sağdan, həm də soldan izlənirsən. Adətən bir insan qorunanda, dəyərli qardaşlarım, bir nəfər sağa keçir, o bir nəfər sola keçir, deyilmi? Onu qoruyub saxlamaq üçün, nəzarət eləmək üçün. İnsan da belədir. Uca Allah buyurur Qaf surəsində مَا يَلْفِظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ. Danışdıqları elə bir söz yox ki, onların yanındakı mələklər onu yazmamış olsun. İz yetələqqal mutələqqiyani anil yemini və anil şimali qa'id. Ma yelfizu min qawlin illa ladayhi raqibun atid. Belə ki, onun sağ və sol çiynində əyləşib mələklər nə deyirsə, nə iş görürsə hamısı yazılır. Qa'idun ləkə. Onlar oturub sənin üçün. Və mücəlisun ləkə. Sənin üçün onlar orada varlar. Və əntə lə tərahu minəl mələikə. Sən onları görmürsən, lakin onlar mələklərdirlər. Billeyli və nəhər. Və gecə gündüz yerlərini dəyişirlər. Dəyərli qardaşlarım, Allah subhanahu ta'ala Muhammed s.ə.və bildirir, Allah Nəbi s.ə.v deyir ki, yetəaqabunə fikum mələikətun billeyli və mələikətun bin nəhər. Gecə sizinlə birlikdə olan mələk, gündüz sizinlə birlikdə olan mələklə yerin dəyişir. Allah Teala asır vaxtı, axşam çağı insana gecə onunla bərabər olacaq bir mələk göndərir. Həmin əsnada da gündüz vaxtı onunla bərabər olan mələk Allaha qalxır. Allah Teala bildiği halda bütün gündüzü onunla beraber olan mələkdən soruşur. Sən gələndə mənim qulum nə ayırdı? Mələk deyir ki, mən gələndə sənin qulun asır namazını qılırdı. Sonra Allah subhanahu ta'ala onunla gecə boyu olan mələkdən soruşur, özünə qayıtdıqdan sonra bildiği halda sən mənim qulumun yanına gedəndə mənim qulum nə ayırdı? Mələk deyir ki, mən onun yanına gedəndə o asır namazını qılırdı. Asır namazı mühümdür. Vaxtında qılmaq, cəmaatla birlikdə imkan varsa məclisdə gəlmək. Allah Resulü Muhammed s.ə.v buyurur ki, həqiqətən də siz qiyamət günü Rəbbinizi çox rahatca görəcəksiniz. Heç kimə mani olmayacaq, heç kim əziyyət çəkməyəcək. Bədirlənmiş ayı necə görürsə, Allahı da o şəkildə görəcəkdir. Kim sizdən uca Allahı görmək istəyirsə, onda sübh namazı ilə asır namazına yaxşı fikir versin. Sübh namazı ilə asır namazına yaxşı fikir versin. Allah Teala Kur'an-ı Kerim'de buyurur, Hafizu alas salavati. Namazlarınızı koruyun. Sonra onların arasından bir tane namazı çıkarır. Ne deyir? Vessalatil vusta. Ve orta namazı koruyun. Peygamber sallallahu aleyhi ve sellem deyir ki, orta namaz yani asır namazı. Bizim elə zehnimizə yerləşib ki, əsas sübhlə işadır, meclisdə qılsın, qalan nə olsa olar. Əsas sübhlə işadır. Hətta düşünün, adam zöhrdə, asırda və ya məğribdə məclisdə getməyi təklif edirsən, işada gedəcəm inşallah. Sübhdə var idim. Heç sən sübhdə yox idin ki. Olsa sübhdə olmalıydın sən. Amma sübhün Rəbbi sənə zöhrdən, asırda da məğribdə də gəlməkdir. Təhsil demir, sübhə gəldim, qalan nə varsan qayır. Yox. Sübhə gəldinizdə zöhrə də gəl. Zöhrə gəlsə, hamısının özünün fəziləti var. Hamısında olan fəzilət o birisində yoxdur. Bəli, Peyğəmbər s.ə.v deyir, kim nişanı cəmaatla qılsa, gecənin yarısın. Kim sübh namazını cəmaatla qılsa, gecənin hamısı ibadət keçmiş bir sahab qazanar. Münafiqlərə ən ağır gələn namaz, sübh namazı ilə işə namazdır. Fəzilətin bilsəydilər,
məhləyə gedərdilər. Tutardı hədis, daha namazlar haqqında hədis yoxdur. Elə bir namaz var ki, onun fəziləti haqqında ayə var. Hansı namazdır o? Asr namazı. Elə bir namaz var ki, o Allah'a görməyə səbəbdir. Hansı namazdır o? Asr namazı. Peyğəmbər s.ə.v deyir ki, Allah o hizbilərə lənət eləsin. Qoymadılar asr namazın vaxtında qılaq, gecikdik. Hizbilər o Əhzab döyüşündə kafirlərdən, Yahudilərdən, yerhamukallah, müşriklərdən qurulmuş dəstə. Onlar mani olurlar möminlərə asrı vaxtında qılmağa. Deyir, Allah onların öldürsün, qoymadılar asrı vaxtında qılaq. Görürsünüz, qardaşlarına görə fikir vermək lazımdır. Allah Teala yenə buyurur, kim xeyir tapsa, qabağına xeyir çıxacaq, kim şər tapsa, özündən savayı heç kimi qıramasın. Kim xeyir tapsa, Allaha həmd etsin. Yəni, deməsin ki, bu mənim özümə görədir, bunu mən qazandım. Buna mən özüm nail oldum, xeyr. Allaha həmd etsin. Yəni, Allahın fəzilətini və rəhmətini etiraf etsin. Allaha həmd etmək, bu neymətin Allah Teala tərəfindən olmağın bilmək deməkdir. Mənim burada müvəffəq olmağım Allahın sayəsindədir. Uca Allah bizə salih qulu Şuayb aleyhissalamın dili ilə əzəmətli bir dua verədir. وَمَا تَوْفِيقِ إِلَّا بِاللّٰهِ Mənim müvəffəq olmam Allahın sayəsindədir. Hamısı. Nə olursa, adi bir vərəq Quran oxuyursan, namaz qılırsan, oruç, hamısı Allahın sayəsində. Ona görə yaxşı bir iş görəndə əlhəmdülillah demək gözəldir. Yəni Allahım, mənə bunu sən nəsib etdin. Sənin fəzilətin və rəhmətin sayəsində oldu. Amma insan əgər özündən bilsə, etmiş olduğu yaxşı işləri və s. bu təhlükəli haldır. وَلَوْ أَجْهَدْتَ نَفْسَكَ اللَّيْلُ وَالنَّهَارِ فَإِنَّ عَمَلُكَ لَا يُقَابِلُ نِعْمَ اللّٰهِ عَلَيْكَ Sən gecə və gündüz nəfsini ibadətlərlə, iştihadla məşğul etsən, Allahın sənə bəxş etmiş olduğu nimətlərin müqabilinə çata bilmərsən. وَلَكِنَّ اللّٰهَ يَتَوَتَّلُ عَلَيْكَ Allah Teala sənə öz fəzilətindən verir. وَيُضَاعَفُ لَكَ الْحَسَنَاتِ فَضْلًا مِنْهُ سُبْحَانَهُ وَتَعَالَى Və sənə etmiş olduğun əməllərin savabını qat-qat verir. Ki, sən çoxlu xeyirlərlə olasan. Sənə fəzilət olsun. فَلَا تَقُلْ هَذَا عَمَلِي وَأَنَا أَسْتَحِقُّ هَذَا Əsla demə ki, bu mənim əməlimdir, bunu mən etmişəm. Mən buna layiqəm. بَلْ عَلَيْكَ أَنْ تَحْمَدَ اللّٰهِ Sənin üzərinə vacib olan Allah'a həmd etməkdir. لِأَنَّهُ فَضْلٌ مِنَ اللّٰهِ سُبْحَانَهُ وَتَعَالَى Bütün bu müvəffəqiyyətlər hamısı Allahın sənə fəziləti rəhməti sayəsindədir. Doğru əqidə minhəcdə olmaq, namazda, orucda, zikirdə, Quranda olmaq, elm öyrənib öyrətmək, hamısı, xeyir məclislərinə gəlmək, salih dostlar, hamısı, gözəl ailə, əməli salih övladlar, hamısını sənə verən Allahdır, özündən bilmə, özünü qürrələnmə. Qarun, Musa aleyhissalamın cəmaatından idi, kasıb, fağır adam idi. Ona böyük ruzi qapısı açıldı. O qədər böyük ruzi qapısı ki, onun mal mülkünün, açarların dəvələr daşıyırdı. Amma bu qudurdu. Ona nəsihət olundu ki, qudurma. Sənə yaxşılıq olunduğu kimi sən də yaxşılıq et. Bax, qardaşlarım, dünya belə bir şeydir, ha. Bugün asaddır. Demək, pulum olsa sədəqə verəcəm. Pulum olsa həccə gedəcəm. Pulum olsa qardaşları ümrəyə göndərəcəm. Maşınım olsa qardaşları məscidə gətirəcəm. Asaddır bunu demək. Görək, o olan günü həqiqətən də bunu qoruyub saxlaya biləcək ya yox. Qarun qoruyub saxlayanmadı və neçə insan. Hətta səhabələrdən oldu. Ona söylənildi ki, sənə necə yaxşılıq olunur, sən də elə yaxşılıq et. Özündən bilmə neməti bildi, nəsiyyəti eşitmədi. Allah Teala onu da, onun var mülkünü də, var dövlətini də yerin dibinə batırdı. Ona görə Peyğəmbər s.ə.v deyirdi, Allahım, o mal mülk ki, mənə həddi aşdıracaq,
İstəmirəm. Vermə. O zənginlik ki, mənə səni unutturacaq, istəmirəm, vermə. Elə kasıblığım ondan yaxşıdır. Allah Teala buyurur: "Və men vecede gayre zalik." Kim də qabağına xeyirdən başqa şey çıxsa, fələ yəlumənə illə nəfsə. Özündən sava heç kimi qıramasın. Çünki qabağına şərin çıxması özü səbəbi ilədir. Öz əməlləri səbəbi ilədir. Fəaleykə əllə təlumma nəfsək. Sənin üzərinə düşək, özü qınamamaq. Heç kəsi qınamamaqdır. Hətta başqasını belə qınamaq doğrudur. Sənə görə belə oldu. Sən elədin belə. Xeyr. لِأَنَّ هَذَا مَا قَدَّمْتَهُ لِنَفْسِكَ. Bax, bu sənin təqdim etdiyin özü üçün işidir. Allah Subhanahu taala buyurur: "وَقَدِّمُوا لِأَنفُسِكُم مِّنْ خَيْرٍ وَمَا تُقَدِّمُوا لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ اللّٰهِ." Bugün özün üçün nə əməl təqdim etmisənsə, sabah onun əvəzin Allah qabağına tapasın. Yəni heç kəs deməsin ki, mənə zülm olundu, mənim bunu etməmişdim, mənim qabağıma çıxdı və s. Mən bunu haqq elə bildim və s. Bu söz deməsin. Xeyir də bəllidir, şər də bəllidir, halal da bəllidir, haram da bəllidir. İtaət, ibadət də bəllidir, günah və asilik də bəllidir. Allah Subhanahu taala bütün bu bəlli olan şeyləri sənə öyrətmək üçün sənə peyğəmbərlər göndərib, kitablar nazil edib. Peyğəmbərlərin sonuncusu Muhammed s.ə.v vəfat edib, dünyasını dəyişib, amma onun varisləri, alimlər, elm əhli qiyamətən gəlir. Dərslər, hər bir şey, ağıl, şuur, hamısı var. Bundan sonra insan əgər yenə asiliyə özünü atırsa artıq, bilsin ki, özünə zülm edir. Allah Subhanahu taala buyurur ki, "İqra kitabaka." Oxu öz kitabını. "Kəfə bi nəfsikəl yevmə aleykə hasibə." Bugün hesab edən olaraq özün özünə bəssin. Yəni heç kimsə gəlib haqqı hesab eləməyinə ehtiyac yoxdur. Özün özünə bəssin. "Fəaleykə en ta'rife hâzâ və en tes'ada lehu." Dəyərli qardaşlarım, Allah Taala'nın müvəffəqiyyəti ilə bizlər bu əzəmətli hədisi tamamladıq bu gün. Allah Subhanahu taala bizlərə asanlaşdırdı. Təxminən 7 ya 8 dərsə gücümüz çatdığı qədər, Allah Taala'nın bizi müvəffəq etdiyi qədər, alimlərdən, şeyxlərdən, imamlardan oxuyub eşitdiyimiz qədər həm özümüzə, öz günahkar nəfsimizə nəsihət eləməyə, həm də siz qiymətli dəyərli qardaşlara nəsihət eləməyə çalışdıq. Allah Taala bizə həm bu hədisə, bu əzəmətli, şərafətli hədisə, həm də bundan digər hədislərə oxuyub, başa düşüb, əməl eləməyə və başqalarına öyrədib çatdırmağa bizləri müvəffəq etsin. Allah Taala xeyir işlər görməyi nəsib etsin ki, qabağımıza xeyirlər çıxsın qiyamət günü. Həmd eləyək Allaha. Allah Taala bizi şər işlərdən qorusun ki, qiyamət günü peşman olanlardan və üzü qaralanlardan olmayaq. Allah Taala buyurur ki, o gün üzlər var, qaralacaq, üzlər var, ağaracaq. Yəni insanın üzünün ağ olması da onun bu dünyada etmiş olduğu salih, yaxşı xeyir əməllərə görə olacaq. Yəni heç vaxt az bilməmək. Nəyisə az bilməmək. La tahqiranna minel ma'rufi şey'ən. Yaxşı işdən heç nəyi az görmə. Hətta qardaşının üzünə təbəssüm etmək olsa belə. Ən rahat şeydir. Heç nəyi az görmə. Ya uca Allah bizi günah və asilədən qorusun. Allah Teala ən doğrusu, ən gözəlini bilir. Subhaneke Allahumma bihamdik. Əşhədu ən la ilahe illa ent. Estağfiruka və etubu ileyk.